Salamlar, bugünləri Temu'dan etdiyim sifarişləri sizinlə bölüşmək. Onanın ağzını açmışam bir balaca. Deməli, kəlimə bizdən belə bir şılamdır. Mən evimin önündə balaca bir dənə torpaq sahəsi var. Ora güllər əkirəm, sonra üzüm əkmişəm. Hətta və kuxunyadan ora su daşımaq mənə çətin olur. Ona görə belə bir şılam zakaz eləmişəm. Şılam keyfiyyətli var, çox bəyəndim. Sadəcə olaraq qısa görsənir, bezini sulamağa başlığı var. Burada başlığın modalarda dəyişir, modlarını dəyişmək olur. Mən Viyanada yaşayıram. Viyanada havalar çox soğuk olur. Ona görə həmişə özümdən isti su daşıyıram, isti çay daşıyıram, beləsin deyim, ya kofe çay. Ona görə termos mənə çox gərəkli bir şeydir. Bunu indi yoxlayacağım. Əgər doğrudan üstündə yazıldığı kimi 12 saat istini saxlayırsa, bunu saxlamaq istəyirəm özümdə. Göndərmək istəmirəm geri. İnşallah bol-bol dadlı kofelər içirəm. Bu Temu'dan olan termosumdur. Ondan sonra bunu artıq açmışam. Amma Temu'dan belə bir nauşnikdir. Bağdır və qulaqdan düşmür. Mənə önəmli olan odur ki, mən hərəkət edəndə mənim qulağımdan sürüşüb düşməsin. İstifadə qaydası belədir və Bluetooth-la işləyir və super bir şeydir. İstədiyiniz qədər kuxnada, ya nə bilim, avtobusda, maşında başınızı hərəkət elətdirin, heç cürə düşməyəcək. O bir nauşniklər mənim qulağımdan çox tez düşür deyə belə bir şey axtarırdım və bu tam da belə yerinə düşdü mənim üçün. Görək bu nədir? Bu pijama dəstidir. Materialı həddindən artıq gözəldir. Bilgisini göstəreyim sizə. Materialı həddindən artıq gözəl və yumuşaqdır. Sevirəm. Mən olsa pijamanın xalatları çox sevirəm. Mən elə gəlib onu uzun müddət istifadə edəcəm. Çox xoşuma gəldi. Və çox gözəldir. Bunu da saxlayacağım. Çox bəyəndim bunu da. Makyaj eləndə istifadə eləmək üçün belə bir makyaj seçəcəyim. Bunu saçımıza taxırıq. Sonra bunun qolçaqları da önəmli olan mənə bu hissəsidir. Qolçaqlardır. Makyaj setində bu saça gedir. Bu da qolçaqlardır və əlinizi yuyanda, əl üzünüzü yuyub eləyəndə heç cürə su axmır. Yəni paltarınızın qolları da islanmır. Çox gözəl bir şey. Pudra yaymağa, materiallar amma çox gözəldir, çox. İnşallah bunları da sağlıqla istifadə edeyim. Belə bir ütü sifariş vermişəm. Bunu ütünü açıb yoxladım artıq. İnşallah videonun sonuna bunu yerləşdirəcəm. Ütü həddindən çox gec isinir, yəni hətta isinmədi deyə bilərəm. Sadəcə olaraq bu orta qismi isindi. Qalan yerlərini istiliyib heç cürə keçmədi deyə paltarı provovet eləyə bilmədim. Yəni ütlüyüb yoxlaya bilmədim ki, keyfiyyəti nə dərəcədədir. Yəni bəyənmədim ütünü. Amma üstündə göstərir ki, tez qızır. Baxın, belə bir ütüdür. Belə. Məndə qara rəngidir. Bəyənmədim. Ütünü böyük ehtimal geri yollayacağım. Bir də beləsinə mikser dəstidir. Bu mikser dəstini də yoxlamışam. Arxaya qoyacağım, videonun axırına yerləşdirəcəm videosunu. Deməli, bunun içində, bu smuzi eləmək üçündür və onun belə bir qapağı var içində. Qapağı var belə. Smuzi eləyəndən sonra ağzını bağlayıb çantada özünüzlə daşımaq olar. Amma belə bir problem var ki, içinə banan qoydum. Hətta bananı belə çevirib həll eləmədi. Bananla sütü smuzisini eləmək istədim. Belə deyim, çiyələyi də əlavə elədim. Heç cür xırdalamadı. Amma belə boş olanda çox da qəşəng fırladır. Boş olanda çox qəşəngdir, amma boş heç kəsə lazım deyil. Elə gəlsin. Buna görə bir ihtimal onu geri yollayacağım. Çünki bu da istifadəyə yararsızdır. Üstündə bir də göstərir ki, 8 dənə stəkan eləmək olar bu butulkasında. Amma yox, həcmi çox balacadır. Yəni 8 dənə stəkan bura çətin sığa. Sonra belə bir dənə diş fırçası zakaz vermişəm. Bunu hədiyyə edəcəm bir ihtimal. Və içində deməli diş fırçalardır. Belə 4 ədəd diş fırçasıdır. 1 ədəd USB kabelidir. Bir də özüdür. Motor hissəsidir, beləsinə deyim. Modları var. White, clean. Belə. Elə yox, yaxşıdır, pis deyil. Polish. Pis deyil.
Belə içində 4 dənə də diş fırçası seçirəm. Gələcək insan inşallah bəyənər. Ondan sonra beləsən şordiklə köynək dəstədir. Materialı həddindən çox sərindir. Tam yayın malıdır. Beləsən deyim. Düşür oraya yox. Çox da gözəl materialı var. Sərin materialdır. Arxadan belə bir dənə düymə bağlanır. Və şortkidə sərindir. Amma bir dənə minusu var ki, cibləri yoxdur. Belə ama çox qəşəngdir. Bunu da çox bəyəndim. Böyük bunu da saxlayacağım. Mən ümumiyyətlə mavi sərin paltarları çox sevirəm. Ondan sonra aldığım pijamanın materialına oxşur, amma ondan deyil. Çox gözəl, rahat bir dənə köynəkdir. Yəni həddindən çox gözəldir. Yəni həyatda belə materialı və biləsiniz materialına baxın. Çox gözəldir materialı, çox bəyəndim. Bunu da böyük ihtimal saxlayacağım. Arxaya gedəcək şeylərdən bir dənə mikserdir, bir də ütüdür. O da yaxşı işləmədikləri üçün, yoxsa belə bərəsinə deyiləm aldıqları. Baxın, belə. Ondan sonra bir dənə belə bir şey zaten eləmişəm. Bu çöldə, bayırda vlog çəkmək üçündür və çox da gözəldir. Bunu indi bura mən quraşdırım 2 dəqiqə bir. Belə eliyə quraşdıraq, müvəqqəti olaraq bax getmir. Belə. Hoppa. Belə bir. Çox gözəldir məncə, çox bəyəndim. Sadəcə olaraq yüngüldür. Ona görə bilmirəm ki, bunu beləsin ştativ kimi qoyanda telefon tutacaqmı, tutmayacaqmı? Ondan biraz şübhəm var, onu yoxlayacağım. Əgər telefon tutsa, bunu özümdə saxlayacağım. Tutmasa, bu ehtimal bunu da geri yollayacağım. Bu qədər əzizlərim, mənim Temudan alışverişim bugünlük bu qədərdir. İnşallah növbəti yenə də sifariş vermişəm. Maraqlı şeylər, özümə maraqlı olan teleskop vermişəm zakaz. Özümə çox maraqlıdır çünki elə şeylər. Bir neçə dənə maraqlı şey zakaz vermişəm. İnşallah onlar gələndə onları da açacağım. Bir də Yves Rocher'dan böyük bir dənə bağlama sifariş vermişəm. İndirim dönəmi idi. 8 martda indirim idi deyə sifariş vermişəm. İnşallah ayın 26-sı əlimə keçəcək. Onu da sizinlə böyük məmnuniyyətlə bölüşəcəm inşallah. Belə. Sizdən isə bir dənə xahişim var. Mənim videolarımı bəyənib, like etsəniz, mənə çox böyük dəstək olmuş olarsınız. Arada böyük ihtimal mən bunu çəkəndə Azərbaycanda sahur vaxtıdır. Allah bütün oruçları qəbul eləsin. Öpürəm sizi, özünüzə yaxşı baxın.